Bu sistemləri quranda biz çalışmalıyıq ki, bir ekosistem quraq və bu ekosistemin içərisində işləyək. Bu son videolarımızda yəqin ki görmüsünüz, biz orada başlamışıq yavaş-yavaş qutu açılışlarını, unboxing videolarını Reels formasında eləməyə. Instagramda bizi izləyənlər görürlər. İzləmirsinizsə Instagramda da bizi izləyə bilərsiniz. Deməli, artıq bu kiçik qutu açılışlarını, sürətli qutu açılışlarını istəyirik Instagramda Reelslər formasında eləyək. Burada amma qutu açılışını eləyəndə onunla bağlı bu vaxta qədər yaşadığımız təcrübəmizi və biz o avadanlığı hansı səbəbə görə alırıq. Bundan danışacağıq. Deməli, bugün mən sizə danışacağım. Burada aşağıda sehirli yerdən çıxardıb danışıram. Deməli, burada bizim var. Holyland'in Pyro S video transmitteridir. 4K keyfiyyətində video ötürmək qabiliyyətinə malikdir. Burada deməli içində bir dənə transmitter, bir dənə də receiver var. Həm SDI, həm də HDMI dəstəkləyir. 2.4 və 5 GHz ilə işləyir və 4K videolarınızı ötürə bilir. İndi mən sizə bir məsələni deyəcəm. Qoy mən gətirim onu. Deməli, bu bizim təzə aldığımız transmitterdir. Bu da bizim köhnə transmitterimizdir. Bu özü belə qutuda gəlirdi. Burada deməli yoldaşlar, bu belə bir şeydir. Bu da bu formadadır. Bu deməli Holyland'in Cosmo C1 transmitteridir. Cosmo C1. Onun da forması baxın bu formadadır. Bu əslində belə hündür, ayaqüstü olan formada işləyir. Sony'nin bu uzun batareyalarla işləyir. Bu da 4K ötürmək qabiliyyətinə malikdir. Təqribən 300 metrə qədər ötürücülük qabiliyyəti var. Amma indi bu bir sistem qurursan da, o birisi videolarımızda danışırıq, news videolarında danışırıq. Biz məsəl üçün bu sistemləri quranda biz çalışmalıyıq ki, bir ekosistem quraq və bu ekosistemin içərisində işləyək. Amma biz bu Holyland'in Cosmosundan Holyland'in Pyrosuna keçməyə fikirləşirik indi. Onun da səbəbini mən sizə danışacağım. Çünki Cosmonu da qoyun bura, burada qalsın video boyunca. Pyrodan danışım sizə. Biz Pyronu niyə istifadə etmək istəyirik? Biz deməli əvvəl bu vaxta qədər istifadə edirik. Videolarımızın üzərində istifadə edirik. Atmosun bu monitorlarından istifadə edirik. Bu monitorlar kompüterin üstündə, daha doğrusu kameranın üstündə istifadə etmək üçün olan monitorlardır. Adətən bu monitorla videolarımızı ötürürük. Amma indi mən tez-tez kəşf elədim ki, Holyland'in özünün monitor sistemi var. Hansı ki, həmin monitor, məsələn biz bu monitoru işlətmək üçün kameraya transmitter qoşuruq, bu transmitteri və bu transmitterdən birini də bu monitora qoşuruq və bunun altından bunun ininə verəndən sonra o kameranın ekranında görünəni biz uzaqda bu monitorda baxa bilirik. Amma Holyland'in təzə bu monitor sistemi ilə daha başqa bir formada olur. Həmin o monitorun da qutu açılışını eləyəcəm deyə indi burada onun dərinliyinə girmirəm. Həmin monitor sistemi ilə Pyro S işləyir. Ona görə Pyro S almışıq və Pyro S-i keçirik. İndi mən sizə Pyro S-dən danışacağım. Təzə bıçaq da almışam Temudan qutu açılışlarımızı eləmək üçün. Deməli, belə biraz belə kəsək. Açılacaq. Belə qutusundan nə çıxır? Gördüyünüz kimi hələ nə əcəbsə dözüb qalmışam bu vaxta qədər. Mən də qutusunu açmamışam. Hamısını əslində açıb yoxlayıram əvvəldən. Bu səfər açmamışam. Bu formada. Bir dənə yaxşı olmayan şey var ki, özünün çantası yoxdur. Çünki bunu belə qutuda daşımaq xoşuma gəlmir mənim. Ümumiyyətlə belə qutular gəzdirmək. Mən Bazar Store'un çamadanı ilə Bazar Store'un paketi ilə tək çəkən adam görmüşəm. Təsəvvür eləyin. Deməli yoldaşlar, bu belə bir gözəl, səliqəli, görün necə qəşəngdir. Deməli, yoldaşımla biz həmişə nəsə alanda mən deyirəm ki, hə, məsəl üçün bu qədər ötürür, nə bilim, bu belə eləyir, yoldaşım da belə eləyir. Hə, qəşəng görünür, deyir, bunu ala. Ancaq qəşəng görünməyinə görə də. İndi bu da qəşəng görünür. Bunu qəşəng görünməyinə görə almaq olar. Çox gözəl, belə bir formada. Üstünə yazılmadı. Bu transmitterdir, qırmızı olan. Bu da receiverdir. Yəni, bu qoşulur monitora, bu da qoşulur kameraya. Sonra onun altında, bunu çıxartsaq buradan, onun altında deməli, burada onun adaptörü üçün başqa bir şey gəlməlidir yəqin ki. Hə, belə bir başlıqdır. Bu başlıq hansı ki, bu adaptöra keçirmək olur. Bunu belə qoyursan, səhv eləmirəmsə belə və belə oturdu. İngiltərə başlığıdır. UK üçün istifadə olunan. Burada görək nədir? Hə, bu transmitteri qoşmaq üçün olan, belə deyək də, kameraların üstünə monitor qoşmaq üçün, transmitter qoşmaq üçün istifadə olunan belə bir bağlamaq üçün bir vasitə.
Bağlamaq üçün bir vasitədir. Bundan bizdə çoxdur. Bizdə bunun small rig-i var. Temudan bir dənə brend tapmışam, mini focus. Onun şeyi də var bizim üçün istifadə etdiyimiz. Bir dənə Type-C-dən USB-A-ya keçid perxodniki var. Və burada da yoldaşlar nələri var? Onun 7 dənə də burada şeyləri var, antenalar. Mən sizə deyim, qutusu pis deyil ha. Bu qutunun içi zat belə yaxşı kəsilmiş formadadır. Dolayısıyla bu qutunu da istifadə eləmək olar, belə qutuda da saxlamaq olar bunu ki, sonra da belə bunu bunun üstünə keçirdirsən, transmitterlərdə qoyursan buna, qapağını qoydun, yaxşı ola bilər, istifadə eləmək olar. Deməli, bir dənə adapterdir, toka qoşmaqdan ötəri. Onun yanında bir dənə belə kameranın üstünə bağlamaqdan ötəri olan antenaları da çıxardım sizə göstərim. Yəqin ki, bunun üçün mən hansısa bir çamadan tapacağam, balaca çamadanlardan, Temudan alacağım və istifadə edərik. Belə antenalarıdır. Antenaları bura gedir. Bunları çıxardırsınız, qoşursunuz, bağlayırsınız. Üstündə hamısının 2.4, 5 GHz ötürücülük qabiliyyətləri hamısının üstündə yazılıb. Bu formada. Digərini qoşmuram. Baxın bu formada, bunu da buradan çıxardaq. Qoşub real həyatdan necə işlədiyini, işlərimizdə bizə necə kömək elədiyi barədə təbii ki, danışacağıq. Cosmo C1-dən HoloLens-in Pyro S transmitter sisteminə keçməyimiz barədə və Pyro S-lərin qutu açılışı barədə bu videomuzda danışdıq. Gələn səfər görüşərik.